Əxlaqlı bir kartof qızartma videosundan hər kəsə aqromlu salam. Bu dəfə bir çılğınlıq edib kartofu unla qarışdırıb bişirəcəm. Amma kartofun qabıqlarını soymağa ərindim və elə də bişirdim. Amma uşaq vaxtı mamam bizi çimizləyəndə dərimizi üzdüyü kimi kartoflar qəşəng-qəşəng sürtüşdürdüm. Mamam qonaqlar üçün gizlətdiyi şokolad hələ də qurtarmayıb, karı cəmaatı zəhərləyəcək. Evdəkilərdən gizlətdiyim kolanı da tapdım buradan. Az dana duz əlavə edib əlimin ləzzətini və kirini kartofa keçirdirəm. Mənim əlimin ayarını dovşanlar qıdıqlasın. Yenə 2 litr yağ tökdüm qazana. Burada indi un tökürəm güya. Gerizəkalı mən bir anlıq özümü itirdim. Elə bildim şirniyyat bişirirəm. 1 kilo un tökdüm içinə. Bundan sonrası Allaha qalmış. Ya yaxşı olacaq, basacam gedəcək. Ya da ki qonşunun toyuqlarına gedəcək mamam görmədən. Xeyirli övlad ki, xeyirli övladdır da. Mama gör bunları. Bax qabları da yuyuram. Maşallah, subhanallah, bismillahirrahmanirrahim. Hadan başqa şeydir o. Mama buradan sənə səslənirəm, aspiratoru təmizləyərsən. Gerizəkalı mən TikTok kaydırmağa başım qarışdı və kartofun ötürdüm. Nəysə, Allahdan ikinci partiyası var idi də, az qalmadım bugün. Tam bacarıqlı biri deyiləm. Belə 80% bacarıqlıyım. O 20%-də nəsə olur, bir şeylər olur, əlimi özümə bulaşdırıram. Amma ikinci partiyası özüm bişirdim deyə deyirəm, çox da qəşəng idi. Nəysə uşaqlar, sağ olun, salamat qalın, kartofsuz qalmayın. Görüm gələn dəfə kartofla hansı resept tapıram.